dəqiqədə sadəcə. Müəllimin maksimum 2 dəqiqə. Riyaziyyatın dəqiqəsi də fərqli olur da, bilirsiniz ki. Uşaqlar, bu günləri sizinlə müəyyən inteqralı keçəcəyik. Biz sizinlə integral məsələsini danışmışıq. Amma müəyyən inteqralı danışmamışıq. Nədir bu müəyyən və qeyri-müəyyən integral? Sizinlə biz qeyri-müəyyən inteqralı keçmişik. Qeyri-müəyyən inteqralda sərhədlər olmurdu. Bəs biz konkret ümumi bir cavab tapırdıq ifadə şəklində. Amma müəyyən inteqralda sərhədlər də verilir. Tapdığın o ümumi halda yerinə qoyursan. Baxın, misal üçün bir dənə nümunə çəkirəm. Deməli, integral x kvadratı üstəgəl 4x. Əminə, qulaq as qızım səndə. Bunun inteqralını tapanda biz deyirdik, qüvvət bir vahid artır. Artırdığımız qiymətə bölürük. Üstəgəl 4 vurulsun. Qüvvət bir vahid artır. Elvanə. Artırdığımız qiymətə bölürük. Qutardı. İnteqralın tapılış üsulu bundan ibarətdir. Qüvvəti artır. Artırdığın qiyməti də böl nəticə etibarıyla. Bu oldu belə. İndi burada elə bil 4 ilə 2 ixtisar getsə, x-in kubu bölünsün 3, üstəgəl 2x kvadrat qalacaq da nəticə etibarıyla. Bu olur qeyri-müəyyən integral. Vəsə. Amma indi müəyyən inteqralda sərhədlər də olur. Misal üçün 0-dan 2-yə. Baxın, sərhədlər olur. İnteqralın quyruğunda görürsünüz ki. Deməli, uşaqlar, bir dəfə yuxarı sərhəddin qiymətini, birinci həmişə yuxarı sərhəddin qiyməti qoyulur, sonra aşağı sərhəddin qiyməti qoyulur, sonra çıxılır bir-birindən. Yəni, Aysu, birinci 2 qoyacaqsan x-in yerinə, bax, tapdığın bu ifadədə. Bu olur elə bil 3 üstündə 2-nin kubu, yəni 8, üstəgəl 2 vurulsun 2-nin kvadratı, yəni 4, 4, 2-nin 8. Yəni, sənin misalın 3-də 8, üstəgəl 8 eləyir. Bunu da məxrəcə vurub sürətə qaldırsan, 3-də 3, 8-in 24, 32. 3-də 32 eləyir. 2 qoyanda 3-də 32 elədi, amin. Bir dəfə də 0 qoyursan, təsadüfdən 0 qoyanda bu da 0 eləyir, bu da 0 eləyir. Yəni, nəticə 0 eləyir də, day. Yəni, 2 qoyanda tapdığın cavabdan 0 qoyanda tapdığın cavabı çıxırsan, elə cavab həmin qiymət olur, tamam mı? Yəni, tapdığınız yekun ifadədə yuxarı sərhəddi yerinə qoyub cavab alırsınız tünzələ, aşağı sərhəddi yerinə qoyub cavab alırsınız, yuxarı sərhəddən aşağı sərhəddə çıxırsınız. Söhbət bağlandı. Buyur Aylin. Müəllim, niyə 3 yox, 2 qoyuruq? Sərhəddə 2 verilir, baxın. Hə, veriləcək. Hə, özü verir də, özü verdiyini qoyursan, yaxşı? Bildim. Tamam, kimsə gəlir, Zəhrə xanım gəlir. Zəhrə xanım, xoş gəlmişsiniz, xoş təşrif buyurmuşsunuz, necəsiniz? Mən deyim, necəsiniz? Yaxşıyam, yaxşı olursan sən də. Bəli, kim idi məni çağıran? Mənəm Əminə. Hə, Əminə Mən qızım. üzr say, buradan görüntümü aça bilmirəm. Mən də gedim kompüterdən qoşulum da olar. Yaxşı, tez gəl qızım, tez gəl. Uşaqlar, başlayırıq suallara. Kompüterdən söz çıxacam. Tamam. Uşaqlar, başlayırıq suallara. Birinci sual, başlayırıq. Deməli. Mənimlə birgə yazırsınız. Gülayım, diqqətlə qulaq asaq. Uşaqlar, birinci gedirik dədə-baba üsulu ilə deyərdim, amma dədəmiz, babamız integral görübdü. Kosinusun integralı nə verir? Deyin görüm. Ay, sağ olun. Sizin sayınız qutarmadı. Hə, kim gəldi? Aysu xanım gəldi. Xoş gəlmişsiniz Aysu xanım, necəsiz? Çox sağ olun, siz necəsiz? Mən də yaxşıyam, amma balaca gecikmisiniz elə bil. Üzürlü sayın. Üzürlü düşməniniz olsun. Dərsin izahını göndərəcəm YouTube-a, əvvəlinə dinləyərsiniz. İzah vermişik. Deməli, uşaqlar, birinci integral tapırıq. Kosinusun integralı müsbət sinusu verir. Mənfi sinusu yox, ağıllı. Törəmədə mənfi sinusu verirdi. Kosinusun törəməsi mənfi sinusu eləyirdi. İntegralda kosinusun törəməsi sinus eləyir. Sinusun integralı isə deməli mənfi kosinus eləyir. Deməli kosinusun integralı sinus, sinusun integralı mənfi kosinus. Nəysə, sərhədlər də verilib də bizə 0-dan pi bölünsün 2-yə. Uşaqlar, bir dəfə pi bölü 2 qoyuruq, yəni 90 dərəcə. Bir dəfə pi bölü 2 qoyuruq. Alacağımız cavabdan çıxırıq, bir dəfə də 0 qoyuruq. Yəni sinus 0-ı. Uşaqlar, təsadüfdən bilirik, yəni yoxsa öyrənməmişik. 90 dərəcədə sinus 1 alır,
0 dərəcədə sinus 0 alır. 1-dən 0 çıxanda 1 qalır. Yaxşı? Tutursunuz söhbəti. Silin bunu. Bəli. Ağıllılar. İndi ikincini özünüz yazın. Müəllimə, Aha. müəllim bu yaza bezdirdi məni. Deyir sınavın kitabçasını itirmişəm. Hə. Atamıram. Hə, kitabçanıydı. Aa! Tirmisən, hə? Canlı alacağım ayıza sənin. Hələ bizdə uşaqların biri nə varmışdı? Gedib sınağı yandırmışdı. Bəziləri burdadır özü də. Bəziləri. Yəni söz atmadınız da mənə. Götürüb sınağa gediblər. Sınağını da götürüb ondan sonra yandırıblar. Ürəkləri soyumayıb atıblar da. Hə, özü sən... Gecə yarı təndirin içinə girən şəxsəm. Hə, gecə ilə gedib onu yandırdıqları sınağa gedib tapdırtdırmışdım. Eza hara atmısan? Harda itirmisən? Harda etdim? İğne idi, itdi belə tapmırsan, hə? Kitabçadır bu. Kitabçadır mı? Yaxşı, yaxşı. Dostum. Mən Ezanın boyunu... Xeyr yox, deməli düzələndir. Yaxşı, yaxşı. Mən onun boyun ölçüsünə baxaram. Uşaqlar 2-də nədir? Deyin cavabı. 1. Ceva. Bir deyənlər. Haqqın yolunu tapanlar kimlərdir? Ay Allah, dinə imana gəlirik. Haqqın yolunu tapıblar. Düzdür. Deməli belə, gəlin baxaq. Biz dedik ki, sinusun inteqralı mənfi kosinus verir bizə. Mənfi kosinus. İndi bizə sərhədlər sıfırdan pi bölünsün 2-yə. Daha doğrusu pi bölü 2-dən 0-a verilib. Uşaqlar, mənfini qoyuram qabaqda, mötərizəni açıram. Kosinusun yerinə bir dəfə pi bölü 2 qoyuram. Pi bölünsün 2. Çıxılsın. Bir dəfə də kosinusun yerinə 0 qoyuram. Biz bilirik ki, kosinus 90 dərəcədə 0 alır. Minus. Kosinus 0 dərəcədə 1 alır. 0-dan 1 çıxanda mənfi 1. Qabaqda da mənfi var. Mənfi mənfiyə deyəndə müsbət 1. Tutduq söhbəti. Silim. Kameralarını bağlayanlar şivə salmaq istəyirəm ha. Müəllimə, mən aça bilmirəm. Vallahi öz dərsimizdə açacağım. İndi niyə açamırsan? Soruşmaq ayıb deyil. Dərət yoxdur axı. 3. Yaxşı. 3, 5. Hadi bakalım. Birinci özünüz baxın. Bəndə 0 olur. Bəli. 5-in inteqralı 5x-dir. Sərhədlər də bizə 0-dan 3-ə verilib də. 3 qoyanda 5 üçün 15, 0 qoyanda 0. Eləcə 15 eləyir. Всё. Gəlin davam eləyək. Bunu silirəm. Bəs 5-də nə tapmısınız? Kimisə Kocaman bir içinə. gəlir. Hə, 5-də nə tapmısınız? Yəni kocaman bir içinə. Aha. Kök 6 2 bölü 3 oldu. Kök 6 2 bölünsün 3. A deyənlər əl qaldırsın. A deyən yoxdur. Rəqsanə. Benim bir şey De Zəhra. Pi bölü 8'in kıymeti var. Orada tangent Cevap pi bölü... C değil burada. Ağıllı orada 2x'de 2 vur pi bölü 8 olar o. Aa, görmemiş. Uşaqlar 1 bölünsün kosinus kvadrat nəyin inteqralıdır? Tanesi. Tangensi verir də bu Ben sayı. tangentlik üstə gəlsin C'nin. Amma burada mürəkkəbdə deyə qabağa tərsi keçir. Yəni 2-də 1 vurulsun tangens 2x olacaq. Yaxşı, bunun inteqralı. Mürəkkəblərdə qabağa həmişə tərsi keçir də. Necə törəmədə qabağa əmsal keçirdi, inteqralda da əmsalın tərsi keçir.
Yəni 2-nin tərsi 2-də 1. Nəysə. Deməli, indi burada yerinə qiymət qoyuruq. 2-də 1 qabaqdadır. Bir dəfə pi böl 8 qoyuruq. Pi böl 8 qoyanda 2-ni pi böl 8-ə vuranda pi böl 4 eləyir. Bu da 45 dərəcədir. Tangens 45 dərəcə. Çıxılsın, bir dəfə də 0 qoyuruq. Tangens 0. Uşaqlar, tangens 0-da nə alır? Qiyməti yox idi axı desən. Tangens burada sıfırdır. 0-da 0 alır. 0-da 0. Ha, 45 toplumda dərəcədə yox idi. 1, 0-da 0. 1-dən 0 çıxanda biz tərəfdə 1 qalır. Hətta bir dəlili eli bu 1-i 2-də 1-ə vuranda biz tərəflər 2-də 1 alır. Yəni siz tərəfdə bu kök 2 böl 3 də eləyə bilər, amma biz tərəfdə yox eləmir. Yaxşı. Yaxşı da yaxınıza mənim. Başa düşdük uşaqlar. Aysu başa düşdük? Uşaqlar başa düş. Müəllim deyil ha, biləsiz yəni. Nəysə. Mən heç söz atmaz kimi. Estağfurullah. Yaxşı. Müəllim, mən bu günlük görüntümü aça bilməyəcəm, çünki kompüterimin də başı söndü, nəsə ürəyə gedir. Nəsə son günlərdə səni gözləyir deyəsən. Bəli, müəllim, mən nə oldu belə? O qrupun gözü dəydi. Dünənləri necə savaşırdılarsa. Yaxşı, başlayın. 7 nömrəli sual. Adi integral tapmağı bilən sərhəddi yerinə qoyma heç nədir onun üçün. İntegral, yəni söhbət integralı tapmaqdan keçir. Aylinim, daha sonra burada bir dənə Aylin sənsən də, onsuz digərləri qoşulubdur. Bir də Ayşə xanım, integral dərsini biz təzədən bir də keçəsirik. Bir dənə o məlumatı verim ki sizə. Amin. Digər qrupda indi bu qrupun, blok qrupunun əsas məqsədi blok dərslərini keçib sınaqlar işləməkdir. Bir də sizinlə isbat suallar işləyəsirik. Deməli, daha sonra o biri qrupda isə çox üzlüləri filan o biri qrupda sizin digər paraleldə işləyəcəksiniz 10-11-də. O bir qrup hansı qrupdur ki? Bundan sonraki. Hansıdır? Bildin də öz qrupunuzdur elə Elvani. Tamam. Bircə dəqiqə baxın, gəlirəm, başlayaq. Oldu müəllimə 2 dəqiqə. Müəllimin zamanla problemi var. Deməli belə. Yaxşı. Uşaqlar, 7-də nə tapmısınız? Deyin görək. Variantı. İyi variantım. Bəndi. Xəccənin səsi gəlmir. Xəccə hanı? Hə. Buradayım mən. Nə tapmısan ağıllı? Tapmamışam. Qızım, gəl integralı tapaq. Integralı tapanda qüvvət nə olur? De. Bir vahid artır. Bəli, 2x plus 1-in qüvvəti bir vahidə artır, artırılan qiyməti də vurursan. Sadəcə mürəkkəbdir deyə ağıllı önə tərsi keçməlidir də. Bu bir dənə qabağa 2-də 1 keçməlidir də. Yaxşı. Bu olur elə biz 8-də 1, 2x üstə gəl, 1 üstü 4. İndi 8-də 1-i Mənim içərisi mənfi deyildi. necə? Hə, minusdur, minusdur. İçərisi mənfi Hə, deyildi. minusdur, minusdur. Müəllimin gözü də görmür. Nəysə, bu minusdur. 8-də 1 qabaqdadır. İndi biz bir dəfə x-in yerinə 1 qoyuruq. 2-dən 1 çıxanda 1, 1-i 4 dəfə özünə vuranda 1 eləyir. Bir dəfə də mənfi 1 qoyuruq. 2-ni mənfi 1-ə vuranda mənfi 2, mənfi 2-dən 1 çıxanda mənfi 3, mənfi 3-ü 4 dəfə özünə çırpsan, 81 alacaqsan, müsbət 81. Sadəcə biz tapdığımız sərhədləri bir-birindən çıxırıq deyə, birdən çıxmalıyıq o müsbət 81-i. Yəni bu olur 8-də 1 vurulsun, mənfi 80. 8 ilə də 80 ixtisar gedir, mənfi 10 cavabdır. Başa düşürük? Çatdı? Rəqsəniyə, başa düşürük? Xəcəm, necə? Neynəmsən? Başa düşdüm müəllim. Dedim ki, orada mən 2 ilə 4-ü ixtisar eləmişəm. İndi sizə bir şey deyim, uşaqlar, ciddi mənada deyirəm. Səhər sizdən soruşsalar ki, riyaziyyat müəlliminiz kimdir, adımı vermirsiniz də, yaxşı sorunuz. Mən xaric. Ay, sağ ol. Ağıllıya bax, 2-də 1 ilə 4-də 1-i ixtisar eləyim. Necə bacarmısan? Yəni bu istedadın sirri hardandır? Hardan gəlir? Taşmışam, bulmaq əvəzinə Sən çaşmaz dedin. Görmüşəm. Sən
Seçdim. Yoxsa bilirsən az. Yaş. Aysun, Sevil, başa düşdükmü uşaqlar? Bəli, müəllim. Tamam. Hadi, o 9 nömrəyə sual. Tapan var aranızda. Birinci sadələşdirmək lazımdır. Bunun əvvəli biraz həngaməli. Niyə yazmışam? Başqa? Bunun Elvanə əvvəli balaca biraz balaca dırnaq içində. Çox balaca idi. O qədər balacadır ki, gözlə görünməz şəkildə çox balacadır. Söz atıra. Siz oxşadınız da müəlliminizə. Deməli belə. Uşaqlar, bu kimi məsələlərin inteqralını biz tapmağı bilmirik, amma sadələşdirməyi güya bilirik. Neysə, kökdən azad eləyirəm məxrəci. Bu olur x-in qüvvətində tünzələcəyim 4-də 3. Və uşaqlar, indi əsaslar bərabər olanda bölmə demək qüvvətləri nə edirik bölmədə? Çıxacağıq, 4-də 1 qalacaq. Bəli, 1-dən 4-də 3 çıxanda 4-də 1 qalır. Всё, bitdi. Yəni bunun əvvəli sadələşdirmə idi. Məxrəci kökdən azad elədin və əsaslar bərabər olanda aysu qüvvətlər çıxılır. İndi burada inteqralı tapanda aysu gedirik inteqralı tapmağa. Qüvvət bir vahid artır, artırdığımız qiymətə də bölürük. Yəni x-in qüvvəti olur 4-də 1-in üstünə 1 gələndə 4-də 5, bölürsən 4-də 5-ə. Bölməyin qaydası vurmaya çevirmək, kəsir tərsə çevrilir. Olur 5-də 4. X üstü 4-də 5. Всё. İndi getdik qiymət qoymağa. Bir dəfə x-in yerinə 16 qoyuruq. Gedək qoyaq. 5-də 4 qabaqdadır. Bu olur 16-nın qüvvətində 4-də 5. Bir dəfə də x-in yerinə 1 qoyuruq. 1-in qüvvətində 4-də 5. Uşaqlar, 16-nın özü elə 2 üstü 4 deməkdir. Yəni yazırsınız ki 5-də 4 vurulsun. 2 üstü 4-ün qüvvətində 4-də 5. Onsuz 1-i neçə dəfə özünə çırpsan yenə də 1-dir. Deməli 2 üstü 4 üstü deməli 4-də 5-i 4-lər ixtisar gedir. Yəni qüvvət üstü qüvvət olanda qüvvətlər bir-birinə vurulur da. Bir dənə əli orada 16-nı 2 üstü 4 kimi yazdım. 4-lər ixtisar getdi, qaldı 2 üstü 5. Yəni bizim misalımız 5-də 4 vurulsun. 2 üstü 5 32 eləyir. Çıx 1. Uşaqlar 32-dən də 1 çıxanda biz tərəfdə 31 qalır. 5-də 4-ü vurursunuz 31-ə. Sürətə vur məxrəcə böl. 124-ü bölürsən 5-ə. Bu da 24 tam. Onda 8. Yaxşı? Çatdı yoxsa yox? Başa düşürsünüz? Orada bize integral tapdıqca. Necə qızım? Orada bir dəfə tapdığı integral eksponensin x üstü 4. Ağıllı o integral tapmaq deməkdir, sadələşdirmək deməkdir. Mən sadəcə kökdən Bildim. İndi bunun eynisini verirəm. Yazan uşaqlar biraz deməli problemlidir. Nə mənada problemlidir? Hesab tələb eləyir. Deməli, bunun bir variantı bəxtiniz çəkdi. Nəysə. 11 nömrəli sual yox imiş. 11 nömrəli sualda tapan var aranızda? Necə Zəhra? Yarı yoldayım bilmesin. Uzun bir dəqiqəni də çatdıra bilmədim. Söz atırsan hemen. Tamam. Uşaqlar, yenə də biz kökün inteqralını tapmağı bilmirik və buna görə kökdən azad eləyirik. Birinci sadələşdirək. Yəni mən yazacağım x minus 1-in qüvvətində uşaqlar 3-də 1. Yəni içərinin dərəcəsi böl çölün dərəcəsi. Kökdən azad etməyi bilirsiniz də. Misal üçün kök haqqda 5, 5 üstü 2-də 1 deməkdir. Kökdən azad elədim. Bu integral tapmaq demək deyil, Xədicə xanım. İndi gedirik integral tapmağa. İntegral tapanda qüvvət bir vahid artır. Yəni x minus 1-in qüvvətini bir vahid artırırsan, 3-də 1-in üstünə elvənə 1 gələndə neçə eləyir? Gidib burada hesabda səhv eləyərsən burada. İşte 4. Tünzələ təsdiq verirsən, yoxsa inkar? Təsdiqləyirəm mən. Təşəkkür edirik. Bölməyin qaydası vurmaya çevirmək, kəsir tərsə çevrilir və proses bayaqki kimi davam edir. 4-də 3 qabaqdadır, işim yoxdur. Bir dəfə x-in yerinə 9 qoyuruq. 9-dan 1 çıxanda 8. 8-in qüvvətində 3-də 4. Çıxılsın. Bir dəfə də x-in yerinə 2 qoyuruq. 2-dən 1 çıxanda 1. Biri də 3-də 4 dəfə qüvvəti qaldırsan elə 1 eləyir də. Nə mənası?
Uşaqlar, 8-i yenə silib yerinə 2-nin kubu yazarsınız. 8-in yerinə 2-nin kubu yazarsınız. Baxın, birbaşa yazdım yerində. Bir dənə sileyim. Mən də elə. Mən dedikcə siz yazın. 8-i silib yerinə 2-nin kubu yazırıq. Kublar xoşbəxt olur, ixtisar gedir. Qalır 2 üstü 4. Bu da 16 eləyir. 16-dan da 1 çıxanda 15 eləyir. Yəni 4-də 3-ü vurursunuz 15-ə. Sürətə vur, məxrəcə böl. Bu eləyir 45 bölünsün 4. 45-i də 4-ə böləndə 11 tam %25. Başa düşürük. Aylin'im, bizim azdan çoxdan tuturuq söhbəti. Tamam. Bunu silirəm. Bunun indi eynisini yazın. 10 nömrəli sual. Yazın. Ben taptım. Tapdınız uşaqlar? Amin. Sevil. Eynisidir da. Eynisidir. Sadəcə plus var. Yəni qədər gətirdim. 3 vurulsun, x üstə gəlsin 1, üstü 4, 3-də 4. Bir dənə bir şey aydınlaşdıraq ki, bu eyni şeyin plus variantıdır. Bir dənə bunu düzəldək. Bu plus 1-dir də. Həmin prosesin plus 1 variantıdır. Axırını bir dənə silirəm. Bir də sərhədlər fərqlidir. Qalan hər şey eynidir. Bir dənə sərhədlər fərqlidir. Buradan elmasını yaza bilmədim. Quzu, sərhədlər 0-dan 7-yə verilib. Yəni axırda 4-də 3 qabaqdadır, işin yoxdur. Bir dəfə x-in yerinə 7 qoyursan, 7 üstə 1 gələndə 8, 8 özü 2-nin kubudur deyə, qüvvətdə də 3-də 4 var axı, 3-də 4-də qaldırmalısan. Bunu yazırsan, yuxarı sərhəddi tapdın. İndi bundan çıxırsan aşağı sərhəddə. Aşağı sərhəddə də 0 verib də. 0 üstə 1 gələndə 1, birin də qüvvəti 1-dir. Necə? 2 niyə qoyduq? Çünki 2 qoymadıq, quzu 7 qoyduq. 7 üstə 1 gələndə 8, 8 2-nin kubudur deyə 2-nin kubu yazdım. Çünki qüvvət üstü qüvvət var. Bu kublar ixtisar gedəcək. Ya da gəlin belə deyim də sizə ağıllılar. Gəlin belə yazaq. Yenə eyni şeyə gələcəm. Söz yox, sadəcə indi biraz uzadım söhbəti. Könlünüz bulansın biraz, güzdüyün. Deməli, bu bir dəfə qoyuruq elə bilin ki 7-ni olur 8-in qüvvətində 3-də 4. Bir dəfə də 1-i qoyuruq, 0-ı qoyuruq. Bu da olur 1-in qüvvətində 3-də 4. 4-də 3 qabaqdadır. 8 2-nin kubudur. Qüvvətində 3-də 4. 1-in qüvvəti 1 eləyir. Burada 3-lər xoşbəxt olur. Allah xoşbəxt eləsin, yarayanlardan olsun. Qalır 2 üstü 4 çıxılsın 1. 2 üstü 4-ümüzdə 2 üstü 4-ümüzdə 16-dır. 16-dan 1 çıxanda 15. 4-də 3-ü vururuq 15-ə. Bu da bayaqki cavabla eyni şey alınır. 11 tam %25. Başa düşürük? Aydındır?
Mən necə onu çalmağı bacardım? Aferin sənə. Düz eləmisən. Deməli belə, bunu silirəm. Uşaqlar başa düşdü. Aysu aydındır yoxsa yox qızım? Müəllimə все-таки çıx yazdı. Mən ya yazmışdım. Yəni ki 16 plus 1 yazdım mən. Ay düz deyirsən plus. Hə. Burada ucu çıxırıq quzu. Axırda sərhədləri qoyanda həmişə çıxırıq. Həmişə nəticələri bir-birindən çıxmalısan, yaxşı? Hə, yəni orada aslında idi, orada ifadə yazdı. Bax x plus 1 fərqi Onu yoxdur. hesablayırıq. Elə bil 7 qoyanda 8 aldıq. 7 üstə 1 gələndə 8 elədi də, 8-in qüvvəti. 0 qoyanda da 1 aldıq, 1-in qüvvəti. Bunları çıxmalıyıq. Sərhədlər həmişə çıxılır, yaxşı? Hə, başa Mənə düşdüm. yenə çatmadı. Ay sənə canın yanmasın. Sən fərdi dərsində keçəcəksən, indi qulaq as. Bu növbəti suallarda izah eləyərəm. Sən bunun əvvəlini keçməmsən axı, onu necə biləsən? Nəysə, deməli belə. Gəlin davam eləyək. Uşaqlar, nömrələri deyirəm, baxırıq. 13 Səbəncədə bir də onu deyərsən. necə? Hə, səhifə qızım 155. 13 14 16 18 19 Lan hamısına baxasıyıq. 22 24 bir də 26 bitdi. Mənim kopya nigar kimi danışdınız. 24. Nigar kimdir? Rasim deyən də adı nigarda. Ay sən utanmaz. Bunu diğer grupta deme, Nurcan başlayacak elə salmağa. Rasim de Nurcan'dı da bilirsiniz. Hə. Nigar gəl danışır. Bu söylemeyelim yaxşı danışır yoksa Nigar? Risalə müəllim vs. Nigar. Nigar kimi ki su yavuzda. Tamam. Ben. Müəllim, mən də səhifəndəyim. Gözüm kordur onsuz da, açığım da yoxdur. Görmürəm heç nə. Sayfa 155. Deməli ağıllının biri mənə bu gün deyir ki, bəs xəstəyəm, dərsə qoşulanmayacağam. Instagramda mənə videolar atır. Qorxdum. Elə bildim mən söz atacaqsınız. Yoxdur. Kameralarını bağlayanlara da söz atmaq istəyirəm bu dəqiqə. Yaxşı, 2 dəqiqə baxın, sonra birgə baxaq. Sonra keçək digər dərsin. Sabahları Bunun üzünə baxa bilərəm. onu evdə yazacaqsınız da. Sadəcə bir dənə baxın görün nə tərdir. Müəllim nə gözəl sual verib elə. Yaradan necə gözəl yaradıb bu sualları. Bəzəkli, çiçəkli. Hiç de güzel değil. Almırsa. Nə? Riyaziyyatı kim yaradıb? Bunu mənə sual verirsən. Sən bilmirsən ki, riyaziyyatı mən yaratmışam. Yox da müəllimə həqiqətən mənada soruşuram. Ay Allah, riyaziyyatı yaradan olur, ağıllı. Yox da kim çıxardı? Yəni hər şeyi bilir. Nəysə siz dua eləyin ki, abituriyent səviyyəsində imtahan verirsiniz. Ali səviyyədə riyaziyyatla tanış olsanız, indi deyib gülürük. Yəni başınızı alıb qaçarsınız sözün həqiqi mənasında. Əlaqəsi yoxdur. Yaxından uzaqdan ali səviyyənin riyaziyyatı ilə bu riyaziyyatın əlaqəsi yoxdur. 13 nömrəli sualda izah eləyirəm, qulaq asın. Yəni yazan cavabı deyər. Uşaqlar, biz hasilin inteqralını tapmağı bilmirik. Siz bilmirsiniz yəni. Deməli, bunu tapmağın sadə bir üsulu var. Nədir? Baxın, bu x vurulsun, x üstü 4də 1 kimi yazıla bilər də, kökdən azad elə. Biz də əsaslar bərabər olanda qüvvətləri toplayırıq deyə, 1-in üstünə 4də 1 gələndə 4də 5 eləyəcək. Və indi gedirik inteqralını tapmağa. İnteqralı tapanda biz demişik ki, qüvvət bir vahid artır. Yəni x-in qüvvətini bir vahid artıracam.
olacaq 4-də 1 məxrəcə vur, sürətə qaldır 9. Və həmin qiymətə böl 4-də 9-a. Uşaqlar, bölmənin qaydası vurmaya çevirmək, kəsir tərsə çevrilir. 9-da 4 vurulsun, 9-da 4 vurulsun. X üstü 4-də 9. Qurtardıq. Gedirik sərhəd qoymağa. Bir dəfə 1 qoysaq, 9-da 4 qabaqdadır. 1 qoysaq elə 1 eləyir. 0 qoysaq 0 eləyir. 1-dən 0 çıxanda 0, 0-ı 9-da 4-ə vuranda elə 9-da 4 alınır. Başa düşürük. Gəlin keçək növbəti suala. Bir gün sizdə, bir gün bizdə. Sabahları siz mənə izah eləyərsiniz. Deməli, 14 nömrəli sualda. Uşaqlar, deməli... Aşağı 16. sualdaki cevabı bir tane bakalım. Tamam kızım, bax. Çok yoğun. Sağ ol quzu. Deməli belə. Uşaqlar, gəlin baxaq 14 nömrəli suala. 14 nömrəli sualda normalda biz bilirik 1 bölünsün x-in integralı bizə nəyi verir uşaqlar? Kimi verir? Eleni verirdi. Eleni verir. İndi bizim misalımız mənfi 4-dən 0-a 2 bölünsün x üstəgəl 6-dır da. Bu 2 qabaqdadır. 2 ilə işim yoxdur. 1 bölünsün x üstəgəl 6-nın integralı elin x üstəgəl 6-dır. Qurtardı. Sadəcə indi sərhədlər var da, mənfi 4-dən 0-a. 2 qabaqdadır, əmsaldakı 2 ilə işim yoxdur. Mötərəzəni açıram. Bir dəfə sərhəddə 0 verirəm, 0 üstə 6 gələndə elin 6, minus, çıxmalıyıq, yuxarı sərhəddən aşağı sərhəddə çıxırıq. İndi mənfi 4 verirəm, mənfi 4 üstə 6 gələndə müsbət 2, yəni elin 2. Uşaqlar, loqaritmada çıxma nə deməkdir? Bölme. 6-nı 2-yə bölürsünüz. Elin 3. Cavabdır. Başa düşürük. Davam eləyək. Mən bir deyək ki, orada həmişə toplama çıxma da çıxmadı. Həmişə sərhədləri bir-birindən çıxırsan. İkisini də tapdığın qiymətləri bir-birindən çıxırsan. Həmişə. Həmişə. Yaxşı? Bildim. Amma indi misalda yerinə qoyanda, misal üçün 0 qoyanda 0 üstə burada toplamadır deyə toplayırsan 6 eləyir. Elin 6 yazdım. Sonra bir dəfə 4 qoyursan, mənfi 4. Mənfi 4 üstə 6 gələndə elin 2 eləyir. Yəni bu tapdığın cavabdan bu tapdığın cavaba həmişə çıxırsan. Yaxşı? Deməli belə. Bunu silirəm. 16 nömrəli suala baxaq. 16 nömrəli sualda getdi integral tapmağa. Uşaqlar 2x-in integralı nəyi verir? 2x-in kvadratı böl 2. Yəni qüvvət bir vahid artır. Sinusun integralı da mənfi kosinus verir, bilirsiniz ki. İndi sərhədlərimiz 0-dan Xədicə pi bölünsün 2-yədir. Uşaqlar, mən izah edirəm ki, siz tam başa düşəsiniz. Sabahda mən sizdən tələb edeyim. İndi bu ikilər ixtisar gedir. Bir də misal daha da sadələşdirək. 0-dan pi böl 2-yə x kvadrat çıx, kosinus x. Uşaqlar, bir dəfə pi böl 2 qoyuruq x-in yerinə. Baxın, harada x görürüksə yerinə pi böl 2 qoyuruq. Qoyaq. Bu olur pi bölünsün 2-nin kvadratı, yəni pi kvadrat böl 4 çıxılsın. Kosinus pi böl 2 90 dərəcədə nə alır ki? 1 alırdı. 1 Dəqiq olsun. 0 0 alırdı. minus. İndi bir dəfə də 0 qoyuram. 0 qoyanda 0 minus, burada minus var, çıxılsın. Kosinus 0 dərəcədə 1 alır, ağıllılar. Deməli, bu olur pi bölünsün 4 üstə gəl. Burada mənfiyə dəyəndə müsbət 1 eləyir. Cavab var, belə cavab. Silin bunu. Yazdınız bunu dəftərinizə. Ben Bir dəqiqə. diyeceğim. 2'de 1'i kabağa çıkartmayacaktık. Yox, niyə çıxardasan ki? Ama 2'de 2 1 quzu, o 2 sinusun argumentində olsaydı qabağa çıxardı. O 2x-dir. X-in kvadratı qalxdı, bölürsən, həmin qiymətə 2-lər ixtisar gedir. Yaxşı, cavab ona görə Y bəndi. Uşaqlar, dərsdən çıxan kimi bunları yükləyəcəm, bir də baxarsınız, nəysə başa düşməsəz. Uşaqlar, burada bir də bir şey xatırladıq. 2 sinus alfa, kosinus alfa nəyin açmasıdır? gözükər. Ay, sağ ol. Bunun amma ikisi yoxdur elə bil.
Gəlin biz bunu 2-yə vurub bölək, kompensasiya işi görək burada. Yəni bizim misalımız olsun, mənfi pi bölünsün 2-dən pi böl 2-yə. Bir dənə 2-yə vurub bölək, yəni qabağa 2-də 1 atıb bunu 2-yə vuraq. Yəni misala ziyan törətməyək də. Çünki burada 2 olsa, siz buna sinusun 2 qat arqument düsturu deyə bilərsiniz. Deməli, fikir verin, bu hissə sinusun 2 qat arqument hissəsidir. Yəni bizim misalımız 2-də 1, sinus 2 alfa. Yəni sinus 2 vurulsun alfa. Alfamız da x böl 2'dir. 2'ni x böl 2'ye vuranda 2'ler xoşbəxt olur və bizim cavabımız 2'də 1 sinus x qalır. Hə, indi gedirik integral tapmağa. Bunun integralı 2'də 1 qabaqda qalır. Sinusun integralı mənfi kosinusdur. Mənfi kosinus x. İndi sərhədləri yerinə qoyuruq. Sərhədlər də verilib də bizə. Mənfi 90 dərəcədən müəllim 2 yazmaq istəyib c yazır. Mənfi 90 dərəcədən müsbət 90 dərəcəyə. 90 dərəcədə sinus, daha doğrusu kosinus nə alırdı? 0. 0. Görürsən, mənfi 90 dərəcədə nə alır? Yenə 0 alır. Deməli, cavab 0 eləmir. Bir almırdı. Mənfi 90 dərəcədə. 90 dərəcədə bir deyil. Söhbət kosinusdan gedir axı. Kosinus, sən dediyin sinusdur. Sinus 1 alır. Kosinus Hə, 90 dərəcədə bildim, 0 alır. bildim. Diqqətli olun. Deməli belə. Cavab elə 0-dır. Çünki 2-də 1-i 0-a vuranda 0 eləyəcək. Silin bunu. Davam eləyək. Uşaqlar, burada integralı ortaq vuruq kimi gəlin mötərizə xaricine çıxardaq. 0-dan pi bölünsün 2-yə. Sizin misalınız qalır kosinus kvadratı alfa. Kosinus kvadratı x bölünsün 2. Çıxılsın sinus kvadratı x bölü 2. Bu nəyin açmasıdır deyin? Kosinus 2 alfa. Ay sağ olun. Kosinus 2 alfanın düsturudur. Sevil. Yəni 2 vurulsun x bölü 2. 2'lər ixtisar gedir. Yəni kosinus x. Kosinus x'in də integralı sinus x'dir. Sadəcə indi bizə sərhədlər verilib 0-dan pi bölü 2'yə. Sinus 90 dərəcədə 1 alır. Sinus 0-da 0 alır. 1-dən 0 çıxanda 1 qalır. Başa düşürsünüz? Aydındır? Bəli. Tamam. Biz sən silək. Gedək sonuncu suallarınıza baxaq. Sonra digər qrupunuzun dərsi başlayır. Buradan bir dənə birinci 29'a baxmaq istəyirəm. 29 nömrəli sual. Uşaqlar, əsasən qəbula bu tipdən suallar gəlir. Belə suallar, tənlik tipindən. Sizə deyir ki, bəs bunun integralı mənfi 5'ə bərabərdir. Tənliyin köklərinin cəmini tap. Gəlin gedək bunun birinci integralını tapaq. Gəlin bunun integralını tapaq. 2y-in integralı neydir? Deyin. Y kvadratı. 2y kvadratı 2y kvadratı bölünsün 2. Ay sağ ol. Mənfi altında deməli integralı 6y eləyəcək də. Çünki y-ə görə tap deyir axı. Burada dy y-ə görə tap deyir. Deməli, sərhədləri 0-dan x-adır, bərabərdir mənfi 5 verilib. Tənlik kimi verilib sizə. Buradan indi 2'lər xoşbəxt olur. Sizin misalınız 0-dan x-a y kvadrat çıx 6y bərabərdir mənfi 5 şəklindədir. Şuralar, indi sərhədləri yerinə qoyuruq. X qoyanda olur x kvadrat çıxılsın 6x. 0 qoyanda ilə 0 eləyir də. Nə mənası var yazmağın. Mənfi 5'i soldan sağa keçirdərəm. Oldu nur üzlü bir dənə tənlik. Şuralar, köklərin cəmini soruşur. Viet teoremi ilə. Müsbət 6. Hə, indi hasilini soruşsaydı 5 götürərdiniz. Yaxşı? 2 ilə 3. Bəli. Köklərdə hə 2 ilə 3'dür. Yox, 2 ilə 3 olmaz. 5 ilə 1. Hə, 5 ilə 1. Vuranda 5, toplayanda 6 eləməlidir də. 2 ilə 3 vuranda toplayanda elə olmur. Hə, bax, kolleksiya Mənfi 1, mənfi 5 deyil. Deməli 2-ni 3'ə vuranda 5 eləyir, hə Elvanə? Yox, toplayanda mən təsmin. Hə, qızı, vuranda buradakı eləməlidir, toplayanda buradakı eləməlidir. Hə. Ona görə yaxşı yerinə fikir ver. Nəysə, ağıllılar. Gəlin bir dənə də sualınıza baxaq, sonra gedərsiniz.
Hara gedirsiniz mənlənsiz yenə. Neysə. 22-yə baxın. Tam sevinmiştim. Kursağımda kaldı. Bir dənə baxın, bircə dəqiqə gəlirəm. Deməli belə. Gəlin baxaq. Uşaqlar, deməli 1 bölünsün x vurulsun ln a. Bunun integralı bizə nəyi verir? Logaritma A modulda x. A əsasdan modulda x. Bir də bunu bilmək lazımdır, əzbər. Gəlin yerinə qoyaq. Sərhəd 3-dən 18-ə, misal 1 bölünsün x ln 6-dır, dx. Biz dedik ki, bunun integralı logaritmanı verir. Yəni, sərhəd 3-dən 18-ə, logaritma 6 əsasdan x. Uşaqlar, bir dəfə x-in yerinə 18 qoyuruq, olur logaritma 6 əsasdan 18. Bir dəfə də x-in yerinə 3 qoyuruq, olur logaritma 6 əsasdan 3. Bunları sonra bir-birindən çıxmalıyıq da, yuxarı sərhəddən aşağı sərhəddə. Çıxmanda da bölünəcək, logaritma 6-dan artıyor da 1. Ay, yaşa, aferin sənə. Deməli, çıxma bölmə deməkdir. 18-i 3-ə böləndə, indi bölə bilməsəz, çötkə filan evdə olsa istifadə edə bilərsiniz. Ben de en yaşlı kalkıya oturdum evime ondan çıkmadım. Kanalınız yoxdur ki. 1